Adam tənbəldir, işləmək istəmir, çalışmır. Bu tənbəlliyini Tanrının alın yazısına yazır. Əşi, mənim taleyim Allah tərəfindən belə yazılıb. Mənim alın yazım belədir. Allah belə istəyib, mən belə olum. Yox, əzizim, bu səhv yanaşmadır. Bu yaxınlarda tədbirlərin birində Qəmər xanım adlı bir xanım filosof 4-5 cümlədə bu məsələyə toxundu və həyat fəlsəfəsini izah etdi. Qəmər xanım həmin adamlara xitabən bu sualı verirdi. Axı sən nə bilirsən? Alın yazında Tanrı səni bu formada yazıb. Məgər sən Allahın yazdığı o taleyi, alın yazısını görmüsən? Öz alın yazını görmüsənmi? Necə möhtəşəm yanaşmaydı Qəmər xanımın yanaşması. Əzizim, əziz tənbəl qardaşım, tənbəl bacım, sən axı hardan bilirsən Allah sənin taleyini belə yazıb? Qəmər xanım əlavə edirdi. Çalış, vuruş, dayanmadan işlə, həyatını qur. Sənin çalışandan sonra çatacağın zirvə nədirsə, bax Allahın yazdığı alın yazı elə odur. Vəssalam.